Hər vaxtınız xeyir olsun. Biz gedirik hara? Bağımıza gedirik. Bu günləri bağımızın pəncərələrinin şüşələrini qoyacaqlar. Dünənləri korpuslar qoyublar. Bugün də pəncərələrin şüşələrini qoyacaqlar. İnşallah çox həyəcanlıyam. Çünki evi gözəlləşdirən bir sıx pəncərələrdir və onun təməli, kənardan olan görünüşü pəncərələrdən ibarətdir. İndi gedirik bağımıza. Sonra bu günləri bir çox işlərimiz var. Atelyeyə getməliyik, Nailənin ateliyesinə. Oradan da çıxıb getməliyik gözəllik salonuna. Axşam da yenə də Fashion Week tədbirimiz var. Orada iştirak edəcəyik. Bugün Fashion Week'in ikinci günüdür. Belə günlük vlogumu bugün sizlərlə bölüşəcəm inşallah. Getdik. Şüşələrimizə bir dənə baxın da çöldən güzgü kimi görsənir. İçəriyə gün buraxmır. Çox qalındır. Detalları Emir qəşəng bilir. Sadəcə olaraq mən bildiyim qədərilə olanları sizlərə ötürürəm məlumatını. Düşmüş şüşədir. Ən əsası içəri istilik buraxmır, gün buraxmır. İçəridən çöl rahat şəkildə görsən, amma çöldən içəri isə belə güzgü kimi görsənir. Artık her şeyimiz, pencerelerimiz hazırdır. Görsənir. Ama içeriden çok rahatlıkla görsənir. 1, 3, 5 tane HBŞB'miz var. Hoşum geldi o sözde HBŞB. İndi istəyirəm ki, izləyicilərdə bir sual verim. Gəl içəri, mən düşürəm aşağıya. Burada Emil pencereleri bulurlayıb. Belə ki, qonşu evi də görməsin, biz də qonşunun həyatını görməyək. Sizcə doğru bir addım atmışıq mı? Nə düşünürsünüz? Belə bir yollu şey eləyən varmı? İzləyicilərimdən yazsınlar, mənə çox maraqlıdır. Yazın fikirləriniz mənim üçün çox önəmlidir. Bu arada şüşələrimizə gəlin baxın. Necə gözəldir. Pamilyon formasındadır. Ən trend olan şüşədə hal-hazırda xaricdə olan villalarda ən çox istifadə olunan şüşədir. Şüşə qalınlığına bax. Bir dənə söz deyim sizə. Bir otaqlı evim pul verilib bu şüşələrə, amma sağ olsunlar bizə xüsusi endirim tətbiq edirlər. Təşəkkür edirik Zamir bəyə. Hazırda yataq otağındayıq. Pəncərələrimizin quraşdırılması ilə bir yerdə evdə hal-hazırda kondisioner trubalarının yerləşdirilməsi, havalandırma sisteminin yerləşdirilməsi, santexnik işləri və elektrik işləri gedir. Çox səliqəli işlərdir həqiqətən. Halal olsun. Baxın, lütfələnimiz elektrik işləri öz sözünü deyir. Gördüyünüz yerdə kondisioneri üçün. Bunu santexnikin bölümü əlavə olaraq kondisioner ustaları gəlib quraşdırırlar. Evimizdən indi çıxırıq bağımızdan, gedirik digər işlərimizin arxasıcan. Bəyəndim. Amma bir dənə bulurlu şüşə hələ mənim belə fikrimdə qalıb. Onu izləyicilərdən sual vermişəm, görüm nə deyəcəklər. Bulurlu. Problem yoxdur. Qardaş da deyərim 2 dəqiqə dəyişəcəklər. Belə. İndi gedirik geyimimizi götürməyə Nailədən, ondan sonra da gedəcəyik hazırlaşmağa. Getdik. Saat 16:19 gəldik çatdıq Kloya. Tez diye bizi hazırlaştırsınlar. Ellerinden ne kadar tez gelirse o kadar tez olsun. Gittik. Siz bilirdiniz mi? Saçta olan o rezini bu istiliyle açmak mümkünmüş. Ben bilmirdim, indi bilirəm. Asiston deyirdiler, aça bilmədim. Yani başka varyantlar deyirdiler, aça bilmirdim. Ama siz demə istilik olan o tellerle açmak mümkünmüş. Saç yanmır özdə. Ne əziyyətlər çəkilmişik. Gecikmeyen insan kimi. Saat 16:31. Oturmuşam fidanla. Bir kahve, bir qeybət. Başladık makyajımıza. Saat 17:03'də start veririk. Linzalarımızı bir əzab əziyyətlə taxdıq ki, gözündəki görüntüsü deyəcəyiz ki, vacib idi. Bəli, makyajın önə çıxması üçün vacibdir. Ona görə başlayırıq. İnşallah bu gözəl xanımdır. İstədim ki, gözlərimin linzası rəngi, xanımın gözləri öz təbii gözlərinə bənzəsə, özümü xanıma oxşadıram. Başladıq. Saat 17:39. 139 dəqiqə biz make-up tam olaraq bitirdik. Keçirik saça. Make-up'ımız bitti. Geldi indi saçımızı düzəltməyə. Saat 17:47'dir. Görək gözəl ustamız neçə dəqiqə saçımızı bitirəcək. Bugünlər vlog çəkirəm, tez eləsinlər. 18:29 saçım da bitti. İndi gedən geyinimi qaçam, gecikirəm. Saat 18:40. Gecikməyimə baxmayaraq indi. Heç olsa hazırlaşıb bitirmişəm. Amma yollar probka olmayacaq, açıq olacaq. Hər zaman make-up olaraq gözəlləşdirir və geyimim də Nailə xanım bitir. Təşəkkür edirəm, bitirirəm. Və çıxdıq Fashion Week'dən, evə gedirdik. Gəldik, burada qardaşım buradaydı. Dedim, qardaşımı götürüb, gedim evə. Evet dedim bir dənə onda oturum burada 145
5-in dadı təamlarından, bollarından dadım elə gedir. Bugünkü günümüzdə belə yekunlaşdırdıq. Saat 21:58. 10 tamamda günümüzü yekunlaşdırdıq və indi qalxıb gedəcəyik evimizə. Gecəniz xeyrə qalsın. Sizləri çox sevirəm.